Lənkəran-Leriç yolunda tez-tez aktivləşən sürüşmələr torpaq uçqununa səbəb olur. Ən təhlükəli vəziyyəti isə yolun 29-cu kilometrliyindədir. Vəziyyətdən çıxış yolu kimi yol hər iki tərəfə genişləndirilir. Bu işləri Azəryol Servisinin sifarişi ilə podratçı şirkət həyata keçirir. İşlərin qısa vaxtda yekunlaşması üçün işçilər böyük qüvvə sərf edərək çalışırlar. Ən azı 10, ən çoxu 12 metr nəzərdə tutulub genişləndirmə. İşin sahəsinin uzunluğu 500 metr, hündürlüyü 800 metr həddindədir. Ümumi işin həcmi 250 min kub torpaq sahəsinin daşınmasıdır. Bu yollardan keçən nəqliyyat vasitələrinin sürücüləri görülən işlərdən razı qalsalar da, onların ləngimələrinə səbəb olduğu üçün bərpa işlərinin tezliklə yekunlaşmasını istəyirlər. Sağ olsunlar ki, bu yolu bağlamırlar, amma mütəmadi bir vəziyyət yaranır bu yolda. Nə qədər tez başa gəlsə bir şey yaxşıdır. Yaxşıdır, sağ olsunlar, işləyirlər. İşlər tez başa çatsa daha yaxşı olar. Yolu rahat keçərik. İşlər tez başa çatsa bitişində biraz yaxşı olar. Qeyd edək ki, Lənkəran-Lerik yolunun 29-cu kilometri də daxil olmaqla 17, 41, 44, 45-ci kilometrliklərində də genişləndirilmə işləri davam edir. İşlər 3 ay müddətinə başa çatdırıldıqdan sonra yolun təmirinə başlanılacaq. İlin sonuna kimi təmir işlərinin yekunlaşdırılması gözlənilir. Mətanət Hüseynova, İmran İqbaloğlu, Leriç.